Salam əziz ikincilər və valideynlər, sizləri kanalımda xoş gördük. Biz bugün 2-ci sinif riyaziyyat 2-ci hissə səhifə 62, 63 və 64-də olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə kanalımıza abunə olmağınızı və videolarını bəyənməyinizi xahiş edirik. Gəlin başlayaq. Saat, araşdırma, müzakirə, öyrənmə hissəsini siz özünüz öyrənmiş olarsınız. Biz tapşırıqların həllinə keçək. Deməli, bələdçi. Burada bizə bir nümunə olaraq verilmişdir. Saat neçədir? Burada gördüyümüz kimi saat 5-in yarısıdır. Növbəti şəkillərə keçək. Gördüyümüz kimi burada şəkildə saat 2 tamamdır. Burada 10-un yarısı, burada 2-nin yarısı, burada isə 6 tamamdır. Misal bələdçinin həlli. Keçək misal 1-ə. Hər bir saat üçün suallara cavab verin. Saat neçəni göstərir? B. Yarım saat əvvəl neçəni göstərir? Yarım saat sonra neçəni göstərir? Deməli, hər bir şəkil üçün ayrı-ayrılıqda 4 şəkil verilib bizə. Hər şəkilə uyğun olaraq suallara cavablandıracağıq. Birinci, saat neçəni göstərir? Saat 1-in yarısıdır. Yarım saat əvvəl neçəni göstərəcək? Saat 12 tamamı. C. Yarım saat sonra neçəni göstərəcək? Saat 1 tamamı. Keçdik ikinci şəklə. Saat 2-nin yarısıdır. Gördüyümüz kimi 2-nin yarısı. Yarım saat əvvəl neçəni göstərirdi? Saat 1 tamamı. Yarım saat sonra neçəni göstərəcək? Saat 2 tamamı. Keçək üçüncü şəklə. Burada saat 11-in yarısıdır. Yarım saat əvvəl neçəni göstərdi? Saat 10 tamamı. Yarım saat sonra neçəni göstərəcək? Saat 11 tamamı. Keçdik dördüncü şəklə. Saat 8-in yarısıdır. Yarım saat əvvəl neçəni göstərirdi? Saat 7 tamamı. Yarım saat sonra neçəni göstərəcək? Saat 8 tamamı. Deməli, bu da misal birimizin həlli. Bu birinci şəklin cavabı. Bu ikinci şəklə uyğun olaraq sualların cavabı. Bu üçüncü şəklə uyğun olaraq sualın cavabı. Bu isə dördüncü şəkilə aid sualların cavabı. Keçək misal 2-yə. Hər saatın göstəricisine əsasən uyğun vaxtları söyləyin. Deməli, burada da hər bir şəklə uyğun olaraq ayrı-ayrılıqda sualları cavablandıracaq. Bizə 4 şəkil verilmişdir. 4 də sual verilibdir. Burada saat 10-un yarısıdır. Yarım saat əvvəl 9 tamam olacaq. 1 saat əvvəl 9-un yarısı. Yarım saat sonra 10 tamam. 2 saat sonra 12-nin yarısı. Keçdik B variantına. 1 saat əvvəl. Keçdik ikinci şəklə. Saat 2 tamamı göstərir. Yarım saat əvvəl 1-in yarısı, 1 saat əvvəl 1 tamam, yarım saat sonra 3-ün yarısı, 2 saat sonra 4 tamam. Keçdik üçüncü şəklə. Saat 9 tamamı göstərir. Yarım saat əvvəl 8-in yarısı, 1 saat əvvəl 8 tamam, yarım saat sonra 10'un yarısı, 2 saat sonra 11 tamam. Keçdik dördüncü şəklə. Saat 4'ün yarısını göstərir. Yarım saat əvvəl 3 tamam, 1 saat əvvəl 3'ün yarısı, yarım saat sonra 4 tamam, 2 saat sonra 6'nın yarısı. Gördüyünüz kimi birinci şəkil, ikinci şəklin cavabı, üçüncü şəklin, bu da dördüncü şəklin cavabı. Misal 3. Saat neçədir? Deməli, burada görürük ki, artıq biz işləmiş və qalmış saatın əqrəblərini işləyib və qalmış deyiləcək. Birinci şəkildə saat 9'a 5 dəqiqə işləyib, ikinci şəkildə 2'yə 5 dəqiqə qalır, üçüncü şəkildə 6'ya 15 dəqiqə işləyib, dördüncü şəkildə 2'yə 20 dəqiqə işləyib, beşinci şəkildə 11'ə 25 dəqiqə işləyib. Görünür, misal üçün həlli bu şəkildə həll olunmuş olar. Keçək misal 4'ə. Saat neçədir? Deməli, birinci şəkildə 5-15 dəqiqə qalıb, ikinci şəkildə 7'yə 5 dəqiqə qalıb, üçüncü şəkildə 1'ə 10 dəqiqə qalıb, dördüncü şəkildə 8'ə 25 dəqiqə qalıb,
5-ci şəkildə 1-ə 20 dəqiqə qalıb. Bu isə misal 4-ün həlli. Misal 5. Hər saat üçün uyğun vaxtları söyləyin. Deməli, bizə 2 şəkil verilmişdir. Hər 2 şəklə uyğun olaraq sualları cavablandıracağıq. Birinci şəkildə 4-ə 15 dəqiqə qalıb, 4-ə 10 dəqiqə qalıb, 4-ə 25 dəqiqə qalıb, 4-ün yarısı. İkinci şəkildə 8-ə 15 dəqiqə işləmiş, 8-ə 20 dəqiqə işləmiş, 8-ə 5 dəqiqə işləmiş, 8 tamam. Keçək məsələlərin həllinə. Məsələ həlli. Lalə saat 3-ün yarısı, qardaşı isə ondan 2 saat sonra evə gəldi. Lalənin qardaşı evə saat neçədə gəldi? Deməli, şərtimizi yazırıq, plan qururuq. Lalə gəldi 3-ün yarısı, qardaşı gəldi ondan 2 saat sonra. Həlli. 3-ün yarısının üstünə 2 saat gəldikdə 5-in yarısı. Deməli, Lalənin qardaşı evə 5-in yarısı gəlib. Məsələ 7. Elxan məktəbdən çıxanda saat 1-ə 15 dəqiqə işləyirdi. O evə çatanda saat 1-ə 25 dəqiqə qalırdı. Elxan məktəbdən evə neçə dəqiqəyə gəldi? Çıxanda 1-ə 15 dəqiqə işləmiş. Çatanda 1-ə 25 dəqiqə qalmış. Həlli. Elxan 20 dəqiqəyə evə gəldi. Cavab 20 dəqiqə. Bugünkü tapşırıqlarımız bu qədər. Növbəti videolarımızda görüşənədək kanalımıza abunə olmağınızı və videolarınızı bəyənməyinizi xahiş edirik.